Model anlayışı. Salam dostlar. Bugünkü dərsimizin mövzusu modelləşdirmə bölməsinə aid olan model anlayışıdır. Ətrafımızda elə çox model var ki, xəritələr, planlar, maketlər, hətta hava proqnozu proqramları. Hamısı real hadisə və ya obyektin sadələşdirilmiş təsviridir. Bəs model nədir? Növləri hansılardır və niyə insanlar modeldən istifadə edirlər? Gəlin birlikdə öyrənək. Model nədir? Model, hər hansı bir obyektin, hadisənin və ya prosesin sadələşdirilmiş təsviridir. Model orijinalın bütün detallarını yox, yalnız ən vacib xüsusiyyətlərini əks etdirir. Model bizə obyekt və hadisələri öyrənmək, nəticə çıxarmaq, proqnoz vermək imkanı yaradır. Modelin növləri. Modelin iki əsas növü var. Fiziki model, informasiya modeli. Fiziki model real obyektin maddi surətidir, yəni ona toxunmaq və görmək mümkündür. Fiziki modeldən harada istifadə olunur, ona baxaq. Memarlıqda. Bir bina və ya körpü inşa etməzdən əvvəl memarlar əvvəlcə fiziki maketlər hazırlayırlar. Bu maketlər real layihənin kiçik ölçüdə surətidir və dizaynın necə göründüyünü, strukturun dayanıqlılığını yoxlamağa kömək edir. Mühəndislikdə. Təyyarə və avtomobil dizaynerləri model təyyarə və avtomobilləri külək tunelində sınaqdan keçirirlər. Bu sınaqlar hava müqavimətini, sürəti və təhlükəsizliyi qiymətləndirməyə imkan verir. Tibbdə. Həkimlər və tələbələr insan orqanlarını öyrənmək üçün anatomik maketlərdən istifadə edirlər. Məsələn, ürək, beyin və ya sümüklərin fiziki modelləri sayəsində tələbələr reallıqda əməliyyat etmədən toxunuşla öyrənə bilirlər. Bu həm tədris, həm də planlaşdırılmış əməliyyatlar üçün çox faydalıdır. Robot texnikasında. Mühəndislər əvvəlcə robotların hissələrini fiziki model kimi yığır və yoxlayırlar. Bu mərhələdə hissələrin uyğunluğu, hərəkət mexanizmləri və dayanıqlılığı test edilir. Yalnız hər şey düzgün işlədikdə, real ölçüdə və funksional robot hazırlanır. Qeyd edək ki, fiziki model reallığı təqlid edir, amma çox vaxt ölçüsü, forması və materialı dəyişdirilmiş olur. Başqa sözlə, fiziki modellər bizə obyektləri yaxşı anlamaq və sınamaq imkanı verir. İnformasiya modeli. İnformasiya modeli obyekt və ya hadisə haqqında məlumat formasında təqdim olunan modeldir. İndi onun harada istifadə olunduğuna baxaq. Riyaziyyatda. Burada informasiya modelləri əsasən düsturlar və tənliklər şəklində olur. Məsələn, məsafə, sürət və zaman arasındakı əlaqəni tənliklə ifadə etmək olur. Bu düsturlar real hadisələri hesablamağa və proqnozlaşdırmağa imkan verir. Coğrafiyada. İnformasiya modelləri xəritələr və diaqramlar vasitəsilə təqdim olunur. Məsələn, iqlim dəyişikliklərini göstərən diaqramlar və ya ərazi xəritələri sayəsində yerlərin mövqeyi, relyef, əhali sıxlığı və digər göstəricilər daha aydın görünür. İqtisadiyyatda. İqtisadi məlumatlar qrafiklər və cədvəllər şəklində modelləşdirilir. Bu modellər sayəsində qiymət dəyişiklikləri, gəlirlər, xərclər və digər maliyyə göstəriciləri analiz edilir və gələcək planlaşdırılır. İnformatikada. Kompüter dünyasında informasiya modelləri, simulyasiyalar, kompüter modelləri və 3D obyektlər kimi istifadə olunur. Məsələn, virtual sınaqlar, oyun dizaynı və ya robotların simulyasiyası bu modellər sayəsində həyata keçirilir. Hidrometeorologiyada. Hava proqnozları informasiya modelləri üzərində qurulur. Temperatur, rütubət, külək sürəti və yağış miqdarı kimi məlumatlar kompüter proqramları vasitəsilə modelləşdirilir və gələcək hava şəraiti proqnozlaşdırılır. Qısaca desək, informasiya modelləri, proqramlar, cədvəllər, qrafiklər və ya riyazi düsturlar şəklində ola bilər. Yəni, informasiya modeli dünyanı və hadisələri daha yaxşı anlamağımıza kömək edən bir vasitədir. Bəs nə üçün insanlar orijinalın özü ilə deyil, onun modeli ilə işləyir? Obyekt bəzən mövcud olmaya bilər. Yəni, tədqiq olunan obyekt keçmişdə olub və ya gələcəkdə yaranacaq. Məsələn, alimlər qədim dinozavrların modellərini yaradırlar, çünki orijinal artıq yoxdur. Orijinal çox mürəkkəb ola bilər. Hər obyektin saysız-hesabsız xassələri və əlaqələri olur. Model isə sadələşdirilmiş təsvir olduğu üçün yalnız tədqiqatçını maraqlandıran xüsusiyyətləri saxlayır. Məsələn, biologiya dərslərində insan orqanizminin sadələşdirilmiş orqan modelləri vasitəsilə öyrənirik. Model reallığın ümumiləşdirilmiş obrazıdır. Məsələn, maneken real bir insan deyil, ümumiləşdirilmiş ideal insan fiqurunun modelidir. O, geyim dizaynlarını nümayiş etdirmək üçün istifadə olunur. Orijinal obyekt əlçatan olmaya bilər. Məsələn, molekullar gözlə görünməyəcək qədər kiçikdir. Dağ silsilələrinin yaranması çox uzun zaman aparır. Atom partlayışı zamanı orada insanın olması mümkün deyil. Bu hallarda yalnız model üzərində tədqiqat aparmaq mümkündür. Yekun.
Model bir obyektin və ya hadisənin sadələşdirilmiş təsviridir. Yəni biz real dünyadakı obyektləri və prosesləri daha yaxşı anlamaq üçün onların sadələşdirilmiş surətlərini yaradırıq. Modellər əsasən iki növə ayrılır: fiziki və informasiya modelləri. İnsanlar modellərdən istifadə edirlər, çünki orijinal obyekt bəzən mövcud olmur. Məsələn, hələ tikilməmiş bir bina və ya gələcəkdə istifadə olunacaq texnologiya və ya çox mürəkkəb olur. Məsələn, hava hadisələri, insan beyni və ya kosmik sistemlər. Ümumiləşdirmə tələb edir. Böyük məlumatları anlamaq üçün onları qrafiklər, cədvəllər və ya diaqramlarla sadələşdiririk. Və tədqiqat üçün əlçatan olmaya bilər. Bəzən real obyektə toxunmaq, onu yoxlamaq mümkün olmur. Məsələn, planetlər və ya dərin okean strukturları. Qısaca desək, model bizə obyektləri və hadisələri daha asan anlamağa, öyrənməyə və sınaqdan keçirməyə imkan verir. Ev tapşırığı. Gündəlik həyatdan 2 fiziki model və 2 informasiya modeli tap. Hər birinin harada və niyə istifadə olunduğunu qısa şəkildə izah et. Məsələn, fiziki model, diş maketi, diş həkimi öyrənmək üçün istifadə edir. İnformasiya modeli, hava proqnozu proqramı, sabahki havanı əvvəlcədən göstərir. Beləliklə, bugün model anlayışı, modelin növləri və nə üçün modellərdən istifadə etdiyimizi öyrəndik. Növbəti dərsimizdə görüşənədək. Sağ olun.